Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük sizi kanalımda. Bu günləri Türkiyə Süper Liqasının 9-cu turunda oynayırıq. İstanbul Başakşehir Galatasaray oyunda. Galatasaray bütün oyunlarını qazandı. Bir dənə Beşiktaşdan başqa 8 qələbiyyət, 1 bərabərlik. Beşiktaşdan öz meydanında bir bərabər qaldı. 9 nəfərə. İnşallah bu günləri də yaxşı bir oyun olar. Hakimlərin danışılmadığı bir oyun. Galatasaray inşallah bir gün qələbə qazanar. Maraqlı bir oyun olar. Singo yoxdur. Zədəlidir. Davinson qırmızı kart cəzalısıdır. Yerinə başqa oyunçu oynayacaq. Icardi oynayacaq. Ondan sonra Osimhen heyətdədir bu günlərdə Osimhen. Millilərdə getmişdi Osimhen. Orada biraz başına problemlər zadlar gəldi. Sonra normal keçdi, yəni yaxşı qayıtdı. Zədəsi zadı olmadı. Yenə də heyətdədir inşallah. Yaxşı oyun izləyərik. Oyun başlayır. Keçək biz də oyuna. Oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olub, videolarımı bəyənib, şərh yazıb, fikirlərinizi bildirsəz daha yaxşı olar. Əgər bəyənsiz çəkdiyim videoları takip edərsiniz inşallah. Sağ olun dostlar. Keçər oyuna. Vur! Vur! El yoxdur. El yoxdur. Görsə də epizodu. El var, buradaydı deyəsən. Bir daha... Yox, buradadır. Yoxdur, heç nə yoxdur. Heç nə yoxdur, heç nə yoxdur. Heç nə yoxdur, korner. Yoxdur heç nə. Heç nə yoxdur, burası da dəydi. Başakşehir olsun. Yoxdur heç nə. Güclə zərbə. Vur! Vay! Qəşəng 10 dəqiqədir. Yaxşı başlayıb. Birinci dəqiqə olmamış. Icardi'nin bir dənə epizodu var. Onu at koymamışam videoya. Orada uzun pas attı. Desən Kanayhan'dı. Uzun pas attı. Çox qəşəng pas attı. Ara pas attı Icardi'yə. Topu kontrol eləməzsən də top əlinə dəydi. Əlinə dəydi, saxlamadı. Qapısından üzbəyiz qaldı, aşırtma attı, onu da düz ata bilmədi, dəydi dirəyə, dirəkdən də qaydanda vuranmadı, sonra saxladı, hakim saxladı onu ki, əlinə. Amma yaxşı, çox yaxşı pasıdır. Topu ələ dəyməsəydi də vura da bilmədi. Bir dənə onda təhlükəli oldu Galatasaray, bir də indi təhlükəli gəldi. Hələ ki oyun sakit gedir, ortada gedir. Ara sıra Başakşehir oynayır, ara sıra Galatasaray oynayır. Galatasaray çox presi yoxdur, sakit başlayıb oyuna. Sane, onu necə vura bilmədi Sane ha? Necə vura bilmədin Sane onu? 5 metrədir, 5 metr, qapısı ilə 5 metr arası vardı. Offside da yoxdur. Vur da sən də, vallahi adam pis olur, yaxşı oyuncudur, çox yaxşı oyuncudur. Bayern Münih də belə oynamırdı, gəldi bura. Nə oldu, başım çıxmır ha? Zaha yolunda gedir, adam pis olur, vallahi. Zaha'da Okan Buruk yedi, söz yok. Vur! Ay ne oldu ya? Ay ya. 40. dəqiqə. Bu Galatasaray'ın 3. pozisyonudur, 3. epizodudur, təhlükəli. Icardi. Bunda da heç eləmədilər. Yəni oyun çox sönük gedir. Episod təhlükəli şeylər yoxdur. Məsələn maraqsız oyun gedir. 3-cüdür amma dəyərləndirə bilmirlər. Galatasaray çox yaxşı oynamır. Vur! Sane! Axır vurdu. Sane vur bunu da. 45+3. Leroy Sane 1-0. Burada görsətdə də özü, bəsdir də. Görsə də özünü. Leroy Sane. 1-0. Birinci hissənin son dəqiqələridir. Artırma dəqiqələrinin 3-cü dəqiqəsidir. Yəni sönük oyun gedir. Offside yoxdur. Qəşəng, burada qəşəng keçdi Saneyə. Bir anda qəşəng keçidi vardı. 2 dənə oyunçunu keçdi, pas verdi İlkay'a vura bilmədi. İlkay asist, Sane gol. Vur bunu da. Bu da vurdu güya ha.
Qəşəng. Yəni ilk sən son dəqiqələrə qədər oyun sönük keçdi. 2 dənə son dəqiqəyə qədər 2 dənə epizod oldu qarşısına. Birinci saniyədə şeylə Icardi ilə vura bilmədi, əlinə dəydi, nəyəsə getdi. Sonra bir iki dənə də şeylə oldu, Barışla oldu. Ondan sonra oyun sönük keçdi. Yəni nə Başakşehir ümumiyyətlə istəyirsən qapıya bir dənə zərbəsi var deyirsən. O da dəqiq deyil. İkinci sən ve ilk sən son dəqiqələrini yapıb Galatasaray biraz oynamaya başladı. Təhlükə yaratdı. Sane'nin yukarıya verdiği pas savunmadan döndü. Bir iki tane top adına değil. Sane'nin üzerine vurdu. Bir iki top biri göğe gitti. İkisi göğe gitti demək olar ki. Axır vurdu. Artırma dəqiqələrinin 3-cü dəqiqəsində 1-0. Başakşehir 0, Galatasaray 1. Oyunda bitmək üzrə ilk hissə. Yəni buradan ilk hissə bitməyə yaxın ilk yanını şeyləyə dəyərləndirək. Galatasarayda əsillər var. 7 oyuncu. Yəni Fener şeylə oyunda, Beşiktaşla oyundan sonra bu oyunda 7 dəyişiklik var. Mesela Kaan Ayhan oyundadır. Ondan sonra Jakobs kimdir? Erendi. Jakobs'un yerine Erendi. Ondan sonra Icardi'dir. Sane'dir. Ondan sonra şey yoktu mesela Şalay'dı. Fenerbahçe Beşiktaş'ın oyunda kırmızı kart alan oyuncu Davinson yoktu. Zədələnən Singo yoktu. Osimhen oturup ikinci heyətdə oturub gözləyir. Yəni ikinci hissənin şans verəcək. İlk hissə bitdi. Icardi tam hazır deyil. Çünki top saxlamalarından bilinir, top saxlaya bilmir. Saxladığı top gəlir ayağın əlinə dəyir, ayağın altından keçir. Yəni tam hazır deyil. Fiziki gücü çox deyil o Icardi'nin. Yani fiziki gücü o kadar da güçlü oyuncu değil. Yani sürəti, korpusu zad değil ama başıyla oynayır, ağılla oynayır, qaldığı yeri bilir, topu qəbul eləmək zadı yaxşıdır ama o değil. Hələ tam hazır değil. Hələ də tam hazır değil. Ona görə də Icardi məncə ikinci hissədə başlamamış da dəyişmək olar. 60-cı, 65-ci dəqiqədə də dəyişmək olar. Osimhen'i salmaq lazımdır. Çünki necə deyim, o şanslar ki gələcək, onu məncə Icardi dəyərləndirə bilər. Amma mövqeyini tutmalıdır. Məsələn, bir-iki dənə ara pası atdılar, Icardi ona çata bilmədi, qaça bilmədi daha önce. Bunlara Osimhen lazım. İlk hissə bitdi, ikinci hissədə görüşürük dostlar. Ay belə, ağzına sən soxun mən, ağzına soxun sən, aparıcı, diktir, nə dillər, türklər nə dillər? Yorumcu, ağzını açdı, küfür ağzını, açdı, Galatasaray ilk yarıda Məmləçancı oyunda gol bırakmır. İkinci yarı başlayan kimi bıraktılar. Bir tane orada saxlaya bilmədilər ha. Allah bizim var ha. Torreira da orada nəsə şey elədi, adnadır oyuncuya, Başakşehir oyuncuya avantaja bıraktı baxa. Burada məncə vardı. Vardı, sarı kartda düz verdi. Ama yaxşı elədi, avantaja bıraktı. Avantaja getdi, golla vurdular. 1-1. Bravo, Eren'i görəcə keçir. Eren'e bak. Qoyun Eren. Offside da yoktu. Direkten döndü. Burada da yoktu işte məncə. Offside yoktu deyəsən. 1-1. Oyun bir başlasın. Bir başlasın ha. Offside yoktu. Burada belki olabilir. Bu vuran olabilir. Şu an Muradov. Bir baxılacaq. Offside olabilir. Çünkü qapıçının da arkasındaydı. Pas verəndə isə qapıçının da arkasındaydı. Olabilir offside. Bakalım, offside olabilir. Baxırlar var da, offside olabilir. Çünkü axırıncı bax, burada yoktu. Burada offside yoktu. Buradan getdi direkten döndü. Burada da yoktu. Burada olabilir. Burada baxaq ala.
Direkten dönen topa Başakşehirli oyuncu vurdu. Vurduğu top arkaya geldi. Başakşehir'in oyuncusuna geldi. O vurdu gola. O qapısından da arkadaydı deyəsən. Baxırlar. İnşallah offside. İnşallah offside. Offside. Ben offside kimi gördüm. Olmaya da bilər. Burada Eren'e bak. Eren malına bak. Eren malına bak. Şalay sen o başta niye kalıp gözlüyorsun? Oyuncusu buradadır. Oyuncusu buradadır. Sen o başta niye gözlüyorsun ya? Oyuncu kalıp burada. Şalay kalıp burada. Oyuncuya geldi ha. Arkada heç kim yoktu. Oyuncuya geldi ha. Rahat vurur oradan da. O offside olsa temiz goldu. Yani burada heç de diyemez. Avantajı da bırakmıştı. Yani Torreira'nın oyuncuya müdahalesi de vardı. Sarı kartta düzdü. Burada yoktu heç nə. Olsa burada olacaq. Burada olacaq. Ayağı biraz qabaqda da elə bil ki. Ne oldu? Ne kadar baktılar ha buna? Ne oldu? Bu episoda ne kadar baktılar ha? Bu episoda ne kadar baktılar ha? Oyuna onsuz gol vurmayla baxmayaraq qalsan, onsuz oyuna yaxşı başlamamışdı. Elə ortada oyun gedirdi. Təhlükəli epizodda 1-2 dənə oldu, onu da dəyərləndirmədilər onsuz. İndi baxır, danışır. Denə offside deyil, bu getdi, bu nə oldu? Ay sən. Ada tez də. Ha. Offside? Ne oldu? Gözleye bizde, ya gözleye. Hatta 46 dakikada 46 dakikadan bir bakır. 4 dakikada bak. Offside. 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 Kaçan. Yani ben de offside gördüm. Valla ben düz danışmağı xoşlayıram. Düz danışmaq lazımdır burada. Baxaq. Burada yoxdur. Amma bunun vurduğunda keçib də. Keçib kimi mən gördüm, amma verdilər, offside verdilər. Offside de olmasaydı, yani Başakşehir'in burada Galatasaray heç bir yani yaxşı deyiləcək yanı yoxdur. Çünki müdafiənin qoyunluğundan. Eləni rahat keçir, o Şalay da o bir tərəfdə gözləyir. Baxır ki, buradan vursun. Allah, bura bu necə boş bırakırlar arxanı? Arxanı necə boş bırakırlar arxanı? Arxanı necə boş bırakırlar? Bura baxarsan ha. Yatıblar ha, Allah'ın olsun ha. Quran haqqı yatıblar. Arxanı və bu qədər boş bırakmazlar ki. Bula. Bura bax. Offside yoxdur. Pozur burada offside. Bura bax. Qayıtmır dalay üçün. Belə qaydırlar ha. Yeri qaydır dalay. Yeri qaydır Abdülkerim, Allah'ın olsun ha. Abdülkerim ki yetişib valla Abdülkerimli deyil. Ya da bu kimdir? Kandır. Rədd oluyor. Zındırlar. Başladılar yine gol bırakmağa. Rədd olun belə. Xumayıldasın o. Bir. Gol vura bilmirlər, gücdən vurdular bir dənə golu. İkinci gol üçün gələn düşürdü. Sağ da bu Icardi'nin məncə birinci hissəni qutaran kimi dəyişməlidir. Icardi hazır deyil. Bu sezonluq hazır deyil. Bəlkə ikinci dövrədə, ligin ikinci dövrəsində hazır olar. Osimhen'i sal da, sana oynasın Osimhen'i. Osimhen'i oyna. İkisindən qutarmağına yaxın Icardi'ni salarsan 70'də 80'də zaten. İndi 70 dəqiqə oynadacaq Icardi'ni. Bilirik, yaxşı oyuncudur. Yaxşı gol kralı olub. Da indi hazır deyil də.
Sane, Sane, Sane. Sane'nin günüdür bunlar, Sane. Ay böyle ne keçdi qapısında. Sane. Leroy Sane. Leroy Sane 2 dəqiqə. Başakşehir'in golundan 2 dəqiqə keçdi, 2 dəqiqə. 2 dəqiqə. Leroy Sane. Bir Leroy Sane'nin günü olacaq, bir partlayacaq Leroy Sane. Sara'nın da pası süperdi. Sara da çok böyle güzel pas verdi. Bak. Bak burada səhv, əl yoxdur burada. Görsə burada əl yoxdur məncə. Burada əl yoxdur. Sara'nın pası ofsaytdan söz gəlmez. Süper pas. Leroy Sane. Sara'nın pası çok 3 dəfə arasında çok qəşəng pas verdi. Sane. Burada da qapısını çəkdi. Burada da 2-0-2-1. Leroy Sane. Bir tane de burada hat-trick elə. Hat-trick. Sane. Vur! Ver pası. Ver! Ay! 82. dakika. İsmail Yakov. Qaşan yanmışlar. Yaxşı da Sane da. Ya Barış verdi pası. Müdafiədən qayıtdı. Yaxşı 82. dakika. 3-cü qola çox yaxınlaşdı Qalatasaray. 3-cü qol vursan rahat oynamaq olar da. 2-1 təhlükəlidir. Çünki müdafiənin boşluğunu gördük. Yəni belə görsənir ki, Qalatasarayda müdafiədə Sanchez olmasa, Qalatasaray müdafiəsi çox zəifdir. Baxmayaraq ki, Abdülkerim ləng oyuncudur. Burada. Belə görsənir ki, Davinson Sanchez olmasa Qalatasarayın müdafiəsi zəifdir. Barış Alper, sən al bir dənə pas ver. Ver. Osimhen. Oradan vurdu, direkten döndü. Çok zor epizodda vurdu. Ayda. Gol olsaydı valla həftənin gol ola bilərdi ya. Geldi. Bu kaşa boz. Dostlar oyun bitti. Galatasaray 2-1 kazandı. Biraz çətin oldu. Episod yaratmaqda biraz çətinlik yaşadı. Yani ilk hissədə, ikinci hissədə ama biraz yaxşı oynadılar. İkinci hissə birinci hissəyə görə daha yaxşı oldu. İkinci hissənin başında Başakşehir müdafiənin səhvində Başakşehir 1-1 elədi. 2 dəqiqə sonra Leroy Sane günlər yaxşı oynadı. Yavaş-yavaş Sane düzəlməyə başlayır Galatasarayda. 2 dənə gol. Bu oyun Leroy Sane'yə yazılar. Yani Leroy Sane 2 gol ilə Galatasaray 2-1 qələbə qazandı. Xalların 25'e yükseltti. İkinci sıradaki rəqibi günləri Trabzonspor da 2-1 kazanmıştı. 5 xal fərq var. Beşiktaş bugün məğlub oldu. Gənclər Birliyinə 2-1 öz meydanında. Qələbə qazansaydı 16 xal olacaqdı. O da 3-cü yerə çıxa biləcəkdi, amma məğlub oldu. Sabahda Fenerbahçe'nin oyunu var. Fenerbahçe qələbə qazansa xalını eləyəcək 15 eləməlidir məncə. Dəqiq bilmirəm. Günlər Galatasaray qələbə qazansa təbrik edirəm. Galatasaray azərkeşlərini 2-1 birinci yerdə liderliyimizi sürdürürük. Təbrik edirəm. Video bitir burada var dostlar. Videolarımı bəyənirsinizsə takip edin, yorum yazın, fikirlərinizi bildirin video haqqında, nə yaxşıdır, nə pisdir deyə. Takip eləməsəniz də canınız sağ olsun. Sağ olun dostlar. İnşallah başqa videolarda görüşərik.